qalardım da elə. Neyse. Da. Özümü mən yaddan çıxartdım sadəcə. Yaxşı. Qızım, bilirəm, valideynin demişdi mənə, problem yoxdur. Deməli, uşaqlar əlavəsi olan var. Rəqsənə, Gülay, Mehri, Əsma, Xədicə, Zeynəb, Yoxdur Səkinə, müəllim. Zəhra, Xeyr. Amin, Aysu, Xeyr. Aysu xanım Yoxdur müəllim. və digərləri kompleks şəkildə. Yaxşı, başlayaq onunla. Özünüz bilərsiniz. Mənim suallarım deyilib. Məni unutdunuz müəllim. Heyf. Əminə, yazmışdın? Yazmısan? Qoçaq var əlavə Yox. səhvin? Onu sən Mənim yoxdur yazsın. əlavə. Sən yaxşı. Əli, əlavə Çevirə səhvin var? Bakalım ekranı. Ekranı çevirim qızım. Yaxşı. Şö. Başlayaq. Deməli uşaqlar, birinci, video get başlayıbdı. 45 nömrəli sualla başlayıram. Ağıllılar, mən sizə demişdim ki, qiymətlər çoxluğunu tapanda, deməli, biz demişdik ki, bu modulun ən kiçik qiyməti nədir? 0 qoyacağıq. Orada Sıfır. 3 qalacaq. 3 üçün qalacaq. kubu 27. Yəni cavab 0-dan 27-yə qədər olacaqdı. 27 qapalı mötərizədə, 0 açıq mötərizədə. Başa düşürsüz? Keçən dəfə dedik axı, bir tərəfini tapanda 0 qoyursunuz, avtomatik hesabsız. Bir tərəfini tapanda isə birbaşa nə edəcəksiniz? Deməli, modulun yerinə 0 qoyursunuz. Çünki modulun ən kiçik qiyməti 0-dır. Yaxşı, Səkinə, Gülay, sizin sualınızdır. Başa düşürük? Bəli. Yaxşı, onda 46-nın cavabı nədir? Tez deyin. 0-dan 9 daxil olmaqla. 0-dan 9 daxil olmaqla. Yaxşı, Gülay başa düşürük yoxsa yox? Dəqiq olsun. Mən bir də bilərsiniz. Necə, Nurcan? Bir də deyə bilərsiniz. Yaza bilmədim, başa düşmədim. Bax, qızım. Biz bilirik ki, modulun ən kiçik qiyməti nədir? 0. Yerinə 0 qoyursan, olur 3-ün qüvvətində 3 çıxılsın, 5 vur 0. Yəni, bu olur 3-ün qüvvətində 3, yəni 27. Tapdım bir tərəfi 27-dir. O biri tərəfdə həmişə üslü funksiyada deyil, 0 olur. Tutardı. Yaxşı? Çünki qiymətlər çoxluğu 0-dan başlayır. Bunun riyazi əsaslanması da var, əlbəttə ki. Sadəcə orada istədən danışmıyorum da, nəyinizə lazımdır. Həmişə götürün 0-dan böyük. Deməli belə. Gəlin davam eləyək. İndi mən fərqli yerlərdən izah eləyəcəm. Başlayaq misal üçün 36 nömrəli sualla. 36 nömrəli sualda, uşaqlar, sizdən ən böyük qiyməti soruşur və siz kosinusdan sinusun ən böyük ən kiçik qiymətini tanıyırsınız. Sinus var misalda, kosinus var misalda. Deyin görüm, kosinusun ən böyük ən kiçik qiyməti nədir? Ay, sağ olun. Bir dəfə 1, bir dəfə -1. İkisini də qoyun. Hansı böyük olsa onu götürərsiniz. 4-ün qüvvətində -2-də 1 çıxılsın 2 vur 1. Bu olur 4-ün qüvvətində -2-də 5. Yaxşı? 4-ün özünə baxarsınız 2-nin kvadratı kimi. Qüvvətində -2-də 5. Əsman, 2-lər ixtisar gedir. Qalır 2-nin qüvvətində -5. Uşaqlar, 2 üstü 5 demək 32 deməkdir. Sadəcə mənfi qüvvət 1 bölü 32 deməkdir. Razılaşdıq? Bir qoyanda belə eləyir. 32-də 1. Bunu silirəm. Bir dəfə də -1 qoyanda burada işarə dönür. Bu olur 4-ün qüvvətində 2 çıxılsın 2-də 1. Yəni 4-ün qüvvətində 2-də 3. Bu da yenə 4-ə baxırsınız 2-nin kvadratı kimi. Qüvvəti 2-də 3. 2-lər ixtisar gedir. 2-nin kubu 8-dir. Bayaq 32-də 1 tapmışdıq. İndi 8 tapdıq. Böyüyünü soruşur, böyük 8-dir. Başa düşürsünüz? Всё. Bunu silirəm. Gəlin 37-yə baxaq. 37 nömrəli sualda funksiyanın ən kiçik qiymətini soruşur. Uşaqlar, biz bilirik ki, kökün içi həmişə 0-dan böyük bərabər olmalıdır. Yəni 1 çıxılsın x-imiz 0-dan böyük bərabər olmalıdır. Onda belə çıxır ki, burada -x böyük bərabərdir -1-dən, x də kiçik bərabərdir 1-dən. Deməli, x 1-dən kiçik bərabərdir. Mən x-a 1 versəm, nə olacaq deməli? 4 üstü 0 olacaq. 4 üstü 0 da 1 eləyir, elə deyilmi? Şu, ən kiçik qiymətini soruşurdu. Cavab 1 deyil. Elə 1-dir, bəli. Tutardı da. Yaxşı.
Plusdakı qüvvət minimum 0 ola bilərdi. Onsuz bilirsiniz ki, 4 üstə 0 1 eləyir elə. Ən kiçik qiymət budur. Sualı olan varsa desin, bir də izah eləyərik. Deməli, gedək. Hara? Bu heç. Bunlara baxasıyıq. Burada 19 nömrəli sual. Uşaqlar, burada bu sual əksər hallarda sınaqlarda iştirak eləyib və düşür imtahana. Baxın, A-nı keçən dəfə sınaqda da elə bil izah eləmişdim bunu. Mən yerdən sonra izah etmişsiniz bu sualı. 5-in qüvvətində 200-ə, baxarsınız 5-in kvadratında 100 kimi, yəni qüvvət üstü qüvvət, Nurcanım, qızım, belə parçalayırıq. 3-ün qüvvətində 300-ə, baxarıq, 3-ün qüvvətində 3-ün 100-cü dərəcədən qüvvəti kimi. C bəndində də 28-ə baxarıq, elə heç nə kimi baxmırıq, bu onsuz 100-dədir, bundan işimiz yoxdur. Bu eləyir 25-in qüvvətində 100, bu eləyir 27-nin qüvvətində 100, bu da elə 28-in qüvvətində 100-dür. Statusları eyniləşdi, yəni qüvvətləri eynidir. Onda deyək ki, böyük olan böyükdür, kiçik olan kiçikdir. Ən böyük C-dir, sonra B-dir, sonra da A-dır. C, B, A, D bəndi. Başa düşürsünüz? Aydındır? Jalə, Tünzalə, Rəqsanə, Elvanə, Nurcan, uşaqlar, hər biriniz. Mən. Tamam. Bunu silirəm. Gəlin davam eləyək. Daha sonra. Gəlin baxaq 25 nömrəli suala. Uşaqlar, normalda biz demişdik ki, K üstü. AX kvadratı üstə gəl BX, üstə gəl C-nin qiymətlər çoxluğu necə tapılır? Mən birinci eni tapırıq, sonra yerinə qoyuruq. A müsbətdirsə, qiymətlər çoxluğu K üstü N-dən müsbət olur. A mənfidirsə, Sıfırdan müsbət sonsuzluq olur. K-dan elə. Deməli, uşaqlar, amma bu kökün içindədirsə, qayda kökün içinə girəcək. Baxın, burada kökün içindədir, kökün içində hesablamalısınız da. Yəni, müsbətdirsə kökün içində K üstü N-dən müsbət sonsuzluğa, mənfidirsə yenə də nə olacaq? Sıfırdan K üstü N-ə. Uşaqlar, gedirik, K-mız 2-dir, bilirik. Bir dənə N-i tapmalıyıq. Bizim misalımız kök altında 2 x kvadratı çıxılsın 2x üstə gəl 5-dir. Aylin. Burada bizim A əmsalımız x kvadratın əmsalıdır, mənfi 1-dir. B əmsalımız x-in əmsalıdır, mənfi 2-dir. C əmsalımız sərbəst əmsalıdır, əsmam, yəni 5-dir. Biz gedib buradan indi n-i tapırıq. N-in tapılış düsturu 4ac çıxılsın b kvadrat 50 bölünsün 4a bərabərdir. A-mız mənfi 1-dir, C-miz 5-dir. Çıxılsın b kvadrat 4 eləyir, bölünsün 4a, yəni 4 vur mənfi 1. Uşaqlar, bu hissədə cavabımız yuxarıda mənfi 20-dən 4 çıxanda mənfi 24 bölünsün mənfi 4, bu da eləyir 6. İnimiz 6 imiş. Razılaşdıq. Deməli, bunu silirəm. Deməli, inimiz 6-dır. Plusdakı A əmsalımız mənfi idi deyə, qayda bu ikinci hissədir də. Yəni, 0-dan kök altında 2 üstü 6-ya. Kök çıxartsaq bunu, olur 0-dan 2 üstü kub, yəni 8. Sizdən nəyi soruşur? Qiymətlər çoxluğuna daxil olan ədədlərin sayını tap. 8 dənə. 0-dan 8-ə gedər. Nurcan, 0 açıq mötərizədə yazılır. Quzu, sıfırlanmaz axı üslü funksiyanın qiyməti əsla. 0-dan böyük ola bilər. Yaxşı? Deməli belə. Uşaqlar başa düşdük. Aydındır. Problemi olan varsa desin, aydınlaşdıraq. Yəni, indi ki bir haldakı vaxtınız var, deyin. Əli, bunu silirəm. Gəlin gedək. Mənə maraqlıdır 26. Çox maraqlıdır. Bu 26-nı yazan, bacaran var. Mən yazmışam. De qızım, izah elə. Görüşürəm. Nurcan, buyur izah elə. Elə bir ki, təyin oblasını tapmaq üçün kəsir olduğu üçün onu biri elə ki, birsiz yazmışam. Sıfırdan kiçik, sıfırdan fərqi olmalıdır. Yaşa. 7-yə vurmuşam hər tərəfini. Orada da axırda alınırdı ki, 7 x çıxılsın, 7 vurulsun, 7 üstündə x da.
Orada 7 dənədir, birindən bir dənədir. Ona görə də -6 vurulsun, 7 üstü x qalır. Oradan da x fərqi olur 1-dən, yəni ki 1 olmayacaq deyə var. Quzusu, bir yerdə qaçırtdım. Sən bundan sonra nə etdin? Nə etdin bundan sonra? Bundan sonra hər tərəfini 7-yə vurdum. Hər tərəfi niyə 7-yə vurdun? Bu vurulmuş. Müəllim, ortaq vuruq çıxartmarıq oradan. Ne yazmamışsınız, deyəsən? Nə yazmamışam? Hə, mən şey eləmişəm. Deyir ki 7-də 7 üstündə x yazmışam. Ay, sağ ol. Elə bir çıxartmısan da, çıxartmısan ortaq. Bəli. Onu Ay, sağ ol. demədim. Uşaqlar, baxın burada 7 üstü x-ları ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq, qalır 7 üstü -1 çıxılsın. Burada heç nə qalmır deyə 1 qalır deyirsiniz. Üstəgəl 6 fərqlidir 0-dan. Bu olur 7 üstü x vurulsun. 7 üstü -1 əsmam 7-də 1 deməkdir. Gülay. Bundan çıxırıq 1-i. Bu da fərqlidir. 6-nı soldan sağa keçirsək -6-dan. İndi burada 7-də 1-dən 1 çıxanda -7-də 6 qalır. Yəni 7-də deməli 7 üstü x, 7 üstü x əli vurulsun. -7-də 6 fərqlidir -6-dan. X-i tapmaq üçün hər tərəfi buna bölürəm. Bölmənin qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir. Olur -6 vurulsun. -6-da 7-yə. Bunlar ixtisar gedir. Qalır 7 üstü x fərqlidir 7-dən. Yəni uşaqlar 7 qüvvətində 1-i daşıyırdı, elə deyilmi? Belə çıxır ki, x fərqlidir 1-dən. X 1-dən fərqli qiymət olmalıdır. X 1-dən fərqlidirsə, cavabımız D bəndə olacaq. Yaxşı? Bir şey soruşum, indi orada nə görə fərqlidir olur ki? Məxrəc əsla 0 ola bilməz. 0 olmaz, ona görə mən Düzdür, mən başqa variantın cavabını götürmüşəm, neysə. Deməli, belə. Yaxşı? Bir də əslində belə də deyə bilərdik ki, uşaqlar üslü funksiya ilə ehtiyac yoxdur, yaxşı qalsın belə. Biz demişik ki, kəsir varsa, məxrəcdə x varsa, məxrəc 0-dan fərqli olmalıdır. Bitdi bu qədər. Yaxşı? Deməli belə, bunu silirəm. Elə eyni qayda 27-də də var. Cavabda orada da D olacaq. Gəlin davam eləyək. Bunlar heç. Hə, bir dənə baxaq 23-ə. 23-ü kim səhv eləyib? Deyəsən Elvanə, sən səhvin idi. evet. Düz yazan kimdir? Kim izah eləmək istəyir? Mənim də Deymədim. sualım. X-in yerinə ədəd qoyuruq da, bir dəfə mənfi ədəd qoyuruq, bir dəfə müsbət. 23-də. Müəllim, orada müəllim mənfi olanda aşağıdan keçir. Aşağıdan keçəndə də bu artan funksiyadır. Artan funksiyanın qrafikində seçirik. Soldan keçir. Aferin sizə. Uşaqlar, bu ədəd 1-dən böyükdür da. Biz demişdik 1-dən böyüksə artan funksiyadır. Normalda artan funksiyanın qrafiki belədir. Üzü qibliyə, yuxarıya. Yaxşı? Amma bunun qabağında mənfi var demək, üzü aşağıyadır deməkdir. Yəni bu variantıdır. Ona görə D bəndi. Yaxşı, mənfidirsə əksinə çevrilir də. Qolu sınır düşür yerə. Yazın. Deməli belə, silin bunu uşaqlar. Aha. Nəsə bu günləri belə çox enerjiksiz. Ay Allah. Sizi mən heç belə enerjili görməmişəm. Müəllimə saat keçirir yaxşıdır da. Niyə ara vurursunuz? O sırada dünən qrupda şivən salan siz. Canınız yanmasın siz. Bir gün dedim tətil verin, bir də görün qrup partlayır. Sən niyə gəlməmişdin? Səni balacalarla qonaq çağırmışdım. Müəllimə mən heç getməmişdiniz ki. O biri Zeynəb heç Getməmişdi. getməmiş. Mən də gəlmədim. Nə? O biri Zeynəb heç getməmişdiniz. Mən də inad elədim, gəlmədim. Mən səni etiketlədiyimi bilmişəm. Sənə demişdim axı gəl. Qrupa yazdım ki, gəleyim mən. Siz də cavab yazmadınız. Mən də gəlmədim. Canıma minnət. Utanmaz. Mən sənə dedim axı səni çağırdım dərsə ki gəldi. Nəysə. Gələn dəfə çağırarsınız, gələrəm. Aslında hər şey yoluna çıxdı. Yaxşı, yaxşı. Uşaqlar, təyin oblasını soruşur. Uşaqlar, kök varsa, kök nə olmalıdır həmişə? Sıfırdan böyük bərabər olmalıdır. Bəli. Birinci bu hissədə kökün içini sıfırdan böyük bərabər götürürəm. Hər tərəfi mənfiyə bölsəm, x-i kiçik bərabər sıfırdan tapacağım. Amma bir dəqiqə, x sıfırdan balacadırsa, bu deməkdir ki, mənfi sonsuzluqdan sıfıra qədər hər şey ola bilər. İndi bu deyil də belə indi. Axı, məsələn, mənfi 5 desəz, buradakı kökü ödəmir. Mən keçən dəfə buna bənzər bir şey başa saldıq dedik. Bəli.
Ödəmir Bəli. də. Mən də borc çox götürmüşdüm, amma cavab Mən- 0 idi. Bu da 0 Onda da yazmışam. hələ onda da dedim ki, ağıllının biri gedib orada boş çoxluğu yazır. Bəli, bəli. Cavab 0 götürmüşəm mənim bu dəfə düzdür. Düzdür. 0 bir dənə ödür. Yaxşı. Başa düşürsünüz Bəli. uşaqlar? Aha. Aydın olmayan kimsə varsa çəkinməsin ha, uşaqlar deyil. 0 müsbət sonsuzluq Müəllim, oranında onu səhv daxil eləmişdim deyə yadımda qalmışdı. Burada düz yazmışam. Elvanəm sən nə dedin? Gəlin 0-dan böyük bərabər olanda onsuz da o 0-ın olduğunu göstərir ki, yəni 0 da var da onun içində. Bəli, amma yerinə qoyanda sadəcə indi qızım Evet. burada tapdıq ki, x mənfi olmalıdır, amma aşağıda yerinə qoyanda deməli ödəmir. Çünki aşağıda da kök var, o müsbətdir. Bu baxımdan bir dənə 0 ödəyir. Bunu da silirəm. Gəlin yuxarıya çıxaq. Şolar 4-ü səhv yazmısınız. Ay Allah. Kim səhv yazıb? Gülay. Funksiyanın qrafiki ordinatı harda kəsir? Bu yazı 0 olanda. Bəli. Bu yazıq ordinatı kəsirsə, absisin adını çəkmir ki. Məsələn, mən burada Zeynəbi çağıranda Səkinə oradan ay verməməlidir axı normalda. Düzdür, onlar ay verirlər, amma nəysə. Yəni kim çağırıramsa o ay verir, o bilir. Bizdə elə deyil. Bizdə Zeynəb seçinə deyənəm, sən mənə Zeynəb deyənəm, mən baxıram. Amma ki, indi təzə yöntəm tapıb ailəniz. Hə. Mənə açqılı qız deyirlər. Zeynəbə də Zeynəb deyirlər. Açqılı qız deyəndə Zeynəb baxmır axı. Ona görə elə ki, Yaxşı. bir şey taktika tapırlar. Şükür Allaha. Ordinatı kəsmə nöqtəsini soruşursa, bu yazığın x-i yoxdur ki, adını çəkməyib də. X-ə 0 versəz, nə olur ağıllılar? Buradan 27 olur. Bəli. 0 Mənfi 27 3 olur. üstü 0, üstə gəl 27. Amma bircə dəqiqə 27 olmur, 26 olur. Orada 1 olur axı. Orada da qabanda da mənfi var, orada mənfi olacaq. Ay, sağ qabanda mənfi var axı. Mənfi 1-in üstünə 27 gələndə 26 eləyir. Biz tərəfdə. Amma indi bir şey də deyim ki, biz burada y-i 26 tapdıq da, elə deyilmi? Cavab C bəndi çıxıb yoxsa D bəndi? D bəndi. C, D bəndi. D, D. D. Hə, düz tapmışıq da. Sadəcə açıq mötərizədədir. Onsuz bilirik də üslü funksiyada qüvvət həmişə 0-dan böyük, cavab həmişə 0-dan böyük olmalıdır. Deməli belə, yaxşı, ona görə açıq mötərizədədir. Deməli 25 nömrəli sual. Bu da onun eynisidir. Bu dəfə deyir absisi harda kəsir? X-i soruşur. Onda deməli bunun y-i 0-dır. Tamam mı Gülay qızım, eşidirsən? Bu mənim səhvim deyildi. Ay senin səhvin deyil, bayaqdan bir də boy. 2-də 1 üstü x bərabərdir 4-ə. 2-də 1-i biz tanıyırıq ki, 2 üstü mənfi 1 deməkdir. Bu 4-də 2-nin kvadratıdır. Aşağılar xoşbəxt olur. Mənfi x bərabərdir 2-yə. Amin. X də bərabərdir mənfi 2-yə. 50. 50'lər. Başa düşürük. Aydındır. Deməli, mənfi 2 ilə 0. Cavab bəndə. Gəlin davam eləyək. Uşaqlar, 6 nömrəli sualda funksiyanın ən kiçik qiymətini soruşur. Funksiyanın ən kiçik qiymətini soruşur. Biz bilirik ki, kvadratın ən kiçik qiyməti nə olur həmişə? 0. Yəni sizin misalınız 3-ün kvadratı qalır da 0 üstə gəl 2. Bu da 9 eləyir. Cavab B bəndə. Yaxşı. Çatdı. Kvadratın ən kiçik qiyməti Nurcanım, Rəqsənə, Gülay, Zeynəb, uşaqlar hamınız, Sevil, Aysu, Səkinə, Xədicə, buradasınız da elə deyilmi? Bəli. Oy, nə görmürsünüz? Gəlirəm. Uşaqlar, bu 8 nömrəli sual artandı, azalandı sizcə? Azalan. Azalandı. Azalan olanda nə qədər uzaqdırsa, Y-ə yaxın olanda kiçik olur. ay, sağ ol. Nə qədər uzaqdırsa bir o qədər böyükdür. A böyüdü B-dən, B də böyüdü C-dən. Biz demişdik də funksiya azalan olanda nə qədər y-ə uzaqsansa əli, bir o qədər böyüksən. Amma 9 nömrəli sualda artan funksiyadır. Artan funksiyada y-ə nə qədər yaxınsansa bir o qədər böyüksən. C, B, A. Artan azalan olmağını buradan harda bilirdik ki? Bizim qrafikindən bilirdik. Deməli, bax qrafik əgər belədirsə bu artandır. Yəni A-sı birdən böyük olur belə olanda. Bu artan deməkdir, tamam mı?
Sən dünənlərə gecikdin dərsi, yəqin onu da qaçırtmısan. Quzusu, bir də əgər bu əksinə belə olsa, ikinci rübdən elə bil keçsə başlanğıcı. Onda bu o deməkdir ki, azalandı. Azalan funksiya 0 ilə 1-in arasında olur. Yaxşı? İkinci, hər ikisində də olanda. Hə, quzu, bax, deməli bu artan funksiyadır, üzü yuxarı. Bu isə üzü aşağı gəlir də. Bu da azalan funksiyadır. O tərəfdən başlamanı gördünüz. Bəli. Bildin? Tamam. Gəlin davam edək. Ona görə Nurcan, birinci funksiya azalandısa, nə qədər uzağamsa bir o qədər yaxınam. Yəni A böyüdür B-dən, B böyüdür C-dən. Amma 9 nömrəli sualda isə bu birinci rübdən keçmiş sayılır da, yəni bu artandır, üzü yuxarıdır. Artandırsa Y-ə nə qədər yaxındırsa bir o qədər böyüdür. Yəni C böyüdür B-dən, B də böyüdür A-dan. Başa düşürük uşaqlar? Təyin oblastı. Təyin oblastı uşaqlar mənfi müsbət sonsuzluq deyil, üslü funksiyadır. X-in ala biləcəyi qiymətlərdə X xanım paşa gönlünü nə istəsə ala bilmir. Buna görə də mənfi müsbət sonsuzluq. Daha sonra 12 nömrəli sualda kökün içi həmişə nə olmalıdır? Sıfırdan böyük bərabər. 5 çıxılsın x kvadratı sıfırdan böyük bərabər götürsəz, bu olur kök hətta 5 çıxılsın x, vurulsun kök hətta 5 üstə gəl x, böyük bərabərdir sıfırdan. Bizim köklərimizin biri mənfi kök hətta 5-dir, biri müsbət kök hətta 5-dir. Müsbət, mənfi, müsbət. Bizdən də müsbəti soruşduğuna görə. Amma bir yerdə haradasınız, işarədə mən səhv elədim. Deməli, mənfi, yerinə qiymət qoyun, yoxlayın. Mənfi, müsbət, mənfi. Bizdən də müsbəti soruşur, müsbət bu aralıqdır. Yəni cavabımız C bəndi. Yaxşı? 13 nömrəli sual, uşaqlar. Yerinə qiymət qoymaqla da baxmaq olar. Loqaritmiyə də gedir söhbət. Amma mən yerinə qiymət qoymaqla deyəcəm. Misal üçün, x-a 1 versəz, 4 üstü 1, 4 eləyir. X-ə 2 versəz, 16 eləyir. X-ə 3 versəz, deməli, 64 eləyir, elə deyilmi? Yəni, bu 19 qiyməti ikinci dərəcə ilə üçüncü dərəcənin arasındadır da, elə deyilmi? X-ə 4 verəndə, deməli, 1 verəndə 4-ün qüvvəti 4 eləyəcək. 2 verəndə 4-ün qüvvəti 16 eləyəcək. 3 verəndə 4-ün qüvvəti 64 eləyəcək. İndi bu 19 bu ikisinin arasındadır da, qüvvətlər arasında. Onda belə çıxır ki, bizim x-imiz 2 ilə 3-ün arasında bir qiymətdir da, təxminən 19. Tam nə qədərsə, tam hissəsini soruşur, elə 2-dir cavab. Başa düşürsünüz? Aydındır? Razılaşdıq? Kimin səhvi idisə? Yaxşı, bunu silirəm. Gəlin, davam edək. Bu səhifədə qutardı. Gecə indi toy bayramı başlayır. Deməli, 24 nömrəli sualı yazanınız var aranızda? Bəli. Yazmışam. Bəli. Kimlər yazıb başqa? Mən də yazmışam. Qəşəng. Artan funksiya olması üçün bu nə olmalıdır? Birdən böyük Birdən böyük olmalıdır da elə. Bəli. Birdən böyük, birdən də fərqli. Bəli, sıfırdan böyük, birdən fərqli. Deməli, 3a çıxılsın 6-nı sıfırdan böyük götürürsən, olur 3a böyükdür 6-dan, a da böyükdür 2-dən. Yəni, bunun cavabı normalda 2 müsbət sonsuzluq olmalıdır. Sadəcə, bir dəfədə birdən də fərqli olmalıdır da. Yəni, deməli, 3a çıxılsın 6-nı birdən fərqli götürməlisiniz. Bu olur 3a fərqlidir 7-dən, a da fərqlidir 7 bölünsün 3-dən. Yəni, normalda cavab 2 müsbət sonsuzluqdur. Sadəcə 7 bölü 3 ola bilməz deyə cavab B bəndə olur. Normalda 2 müsbət sonsuzluq, sadəcə bir dənə ara kəsmə olacaq. 3-də 7 almır. Yaxşı? Başa düşürük? Mehri aydındır? Bəli. Nəsə sualınız olsa deyərsiniz. Bunu silirəm. Gəlin, davam edək. 28 nömrəli sual. Yazanınız var aranızda. Bu imtihana düşüb əvvəlki illərdə. Mənim sualımdır. Əslində, bunun bir dənə asan yolu var. Koşu bərabərsizliyi ilə tapa bilərik.
Koşu bərabərsizliyi ilə. Belə Uşaqlar, demişdim oğlum. hə, ay sağ ol. Baxın uşaqlar, y bir ədəddir də, yəni bununla işimiz yoxdur, bu qalıb burada. Bunun qüvvətinin tapmalıyıq. Bunu koşu bərabərsizliyi ilə tapa bilirik uşaqlar. Yəni x üstəgəl 1 bölünsün x-in. Yəni ümumiyyətlə koşu bərabərsizliyini deyim yazın dəftərinizə. Koşu bərabərsizliyi a üstəgəl b böyük bərabərdir 2 vurulsun kök həddə AB hasilindəndir. Yəni bir dəfə böyük bərabəri, bir dəfə kiçik bərabəri iki halda götürəcəksiniz elə bilin ki. Deməli belə. İndi bizim A-mızın yerində x, B-mizin yerində 1 bölü x durduğuna görə böyük bərabərdir 2 vurulsun kök həddə x vurulsun 1 bölü x-dan. Yəni bu böyük bərabərdir 2-də. Yaxşı? Deməli, belə çıxır ki, 2-dən böyük bərabər, 2-də bizim y-mizin qüvvətində olacaqdı, elə deyilmi? Y üstü 2-dən müsbət sonsuzluğa bir tərəfi tapdıq. Bu bir tərəfdir. Bir tərəfi tapmışıq. Məsəl üçün, bu səhvdir, bu səhvdir. Qaldıq A, C, Y arasında. Uşaqlar, bir də bunun mənfi variantı götürülür. Yəni, kiçik bərabərdir mənfi 2-dən. Bu variant götürülür. Yəni, bir dəfə müsbət, bir dəfə böyük bərabərdir, bir dəfə kiçik bərabərdir halı götürüləcək. Tamam mı? Yəni, mənfi hissəsi. Bu da Qüvvətdə mənfi olanda 1 bölünən olacaqdı. Ay, sağ ol. Bu da olacaq, elə bil y üstü mənfi 2. Y üstü mənfi 2 də nə deməkdir? 1 bölünsün y-nin kvadratı deməkdir. Yəni, mənfi sonsuzluqdan 1 bölünsün y-nin kvadratına kimi. Bir dənə problem nədir bilirsiniz? Bu üslü funksiyadır. Əsla mənfi olmaz. Bu hissəni atın, cavab y bəndə olacaq. Yaxşı? Sıfırdan başlaya bilər də üslü funksiyanın cavabı bilirsiniz ki, sıfırda heç olanmır. Ancaq sıfırdan böyük olur. Başa düşürük. Müəllim, dediniz bir dəfə böyük bərabər, bir dəfə kiçik bərabər götürülür. O sadəcə bu misalda olur, yoxsa bütün bu tipli misallarda? Bax, koşu bərabərsizliyinə aid bütün misallarda. Koşu bərabərsizliyi. Baxın, bir dənə 29. Müəllim, o koşudur, koşu. Nətə yazılır? Necə? Nə? Koşu. Başa şallar. Koşu. Bildim müəllim. Çox sağ ol. Deyməz. Hanı mənim Azərbaycan dilimdə səhv tutanlar? Göyləyin. Göyləyin. Göyli. Qrupun profilini dəyişib müəllim onu qoyacağam. Sənin canını alaram mən, bilərsən onda. Qoyarsan əminə. Uşaqlar, bu 28-29-u gözə yarı da əzbərləyin ha. Görən kimi bilin ki, budur cavabı. Yaxşı? Yəni sizə düşsə belə ehtimalı eyni cavabdır yenə də. 29A variantı, tamam. Ola, bax ağıllıca. Pifagor tapdı. Yaxşı. Bunu silirəm. Bu riyazi üsul da var ha. Belə samballı getmək söhbəti də var. Onu beyninizi yandırmaq istəmirəm. Nə qarsan, Yasəmən yersən, Səkinə? Yox, bulanın balacaları 4-dən olur. Onun içində həmişə 5 dənə olan olur da təsadüfən ondan axtarılır. Hə, deyirlər, bu sosial mediada da yayılıb ki, bəs onun 5 dənəsini yeyəndə nəsə arzun reallaşır. İndi işimiz Yasəmənə qaldı. Yeyirlər onu, Yeyirlər. O qədər yemişəm ki, o çoxdan teması deyəsin. Mən 5 nömrə videosunu çəkək paylaşasınız. Gözlüyümü tapacağım. Hadi Səkinə, tap bizim evimizə də ye. Müəllim sən çəkir hal-hazırda. Səkinə bacararsan bizi yüzüstü buraxma. Hadi Səkinə, 5 yarpaqlı yonca kimi tap onda. 4 yarpaqlı. 6 dənəliyini tapmışam. Onda bizim arzumuz için Kaldı 5. 2 kat reallaşacak. Sen 10 bir de yersen, uşaqlar arzu tutun. Uşaqlar arzu tutun. Tutun yiyeyim. Tutun yer. Siyah, ye. Diş olsun. Yedim. Sağ ol. Yaxşı. Deməli, 31 uşaqlar tapdınız daha, yəni
29'u. Nurcan, bu fidan hara getmişdi bu günləri? Səkinə dadı nətərdir? Çox iyrənc. Necə Nurcan? Heç yer etməyib. Bəs bayaqdan mənə şüvən salıb ki, bəs yorulmuşam, gəlmişəm. Müəllim yarışda getmişdi. Yarışa getmişdi. Yarışa getmişdi. Hə. Ay yaxşı deyirəm, zarafat edirdim o el qasporu. Yaxşı da burada dava qılınc götür, mamamın sözü olardı. Qılınc götürün. Müəllim, biz fidanı satmalıyıq. Hə. Yaxşı. Qalib də gəlmişdilər. Yaxşı. Uşaqlar, deməli belə 29-u tapdınız. Adı da keçək. 31-ə. Tərs funksiyanı necə tapırdıq? Əsmə yadındadır tərs funksiyanın tapılışı? Y-i x-lə əvəz eləmirdik. Bəli, amma bu söhbət loqaritmaya Əvəz gedəcək. etməklə Bəli, oldu. bu loqaritmaya gedəcək, amma yenə də izah eləyirəm. Bizim misalımız y bərabərdir. 3 vurulsun 2-nin Müəllim qrup sözünə baxın. baxacam quzusu, baxacam. Əminə, dediyini eləmisənsə canını alacam sənin. Eləmişsə, Sizi göylədərəm, baxarsınız. Yaxşı. Deməli belə. Yaxşı. Siz dünəndən yığmışam sizdən. Deməli x bərabərdir 3 vurulsun 2-nin qüvvətində y çıxılsın 5 üstəgəl 1. Gedirik indi y-i tapmağa. Biri soldan sağa keçirdirəm. Misal olur 3 vurulsun 2-nin qüvvətində y çıx 5 bərabərdir x minus 1-ə. Hər tərəfi 3-ə bölürəm. Hər tərəfi ya da 3-ə bölmürəm. Bircə dəqiqə bunun asan yolunu necə tapa bilərik? Yaxşı, bölək hər tərəfi 3-ə. 2-nin qüvvətində y minus 5 bərabərdir x minus 1 bölünsün 3-ə. Uşaqlar, bundan sonra loqaritmaya girir. İndi bilənlər tutacaq söhbəti. Loqaritmada qüvvəti tapmaq, yəni qüvvət, həmişə qüvvət bərabər olur, bərabər olur. Nurcan qızım, bu əsasdan bu əsasa. Yəni loqaritma 2 əsasdan x çıx 1 bölünsün 3 əsasa. Yaxşı? Loqaritmanın qaydası, ana qaydası budur. İstəyirsiniz yazın dəftərinizə. A üstü x bərabərdirsə b-yə, loqaritmanı hələ keçməmişik deyə. Yəni burada mən danışmamışam. X bərabərdir loqaritma A əsasdan b olur. Yəni qiymətdən cavaba. X-i tapanda. Yaxşı? Bu prosesi bir dənə yazın. Bir şey soruşum ben. De qızım. Orada her tarafı 3'e böldü. Bəs 2 üstü y minus 5 niye 3'e bölmedik? Çünki bu hasildə 3 buna yapışmışdı. Böləndə bu yoxa çıxdı, bu izə düşdü 3. Yaxşı? Ya da vuruq hasil. Aynen, o 3-ü nəyə birlikte vuranda bu olmuyor. eləyir? Hər tərəfə 3'ə böl. Necə? Yani 2 de 3'e tarafdı da. Yani bitişikti diye onun birinden bölürük çıxar Bəli, orada. bax, misal üçün 3 vurulsun x bərabərdir 6-ya. X-i tapanda hər tərəfi 3-ə bölüb 2-dir demirsən. Burada da elə bil bunu Bəli. tapanda hər tərəfi 3-ə bölürsən. Yaxşı? Sür. Bəli. Uşaqlar, buradan 5-i də soldan sağa keçirsəz, y bərabərdir loqaritma 2 əsasdan x minus 1 bölünsün 3 üstəgəl 5 olacaq və cavab bundan ibarətdir. Yaxşı? Belə sualı buraxılışı gözləməyin. Mən neysə dedikdə də xətri qalmasın. Silirəm bunu, yatmayın ha. Xəcə yatmısan? Yatana oxşuyur. Yox, mənim buradayam. Hə, tamam, yaxşı. 33-ü yazmısan Xəcə? Xeyr, yazmamışam. 33-ü yazan var aranızda? Loqaritma ilə bağlı olduğunu bilmirəm, yazmadım. Hə, loqaritma ilə bağlıdır. Yazmışam mən. Yaxşı, yaxşı. Yazmısan? Amma yaxşı, bunu deməyəcəm. Ya da deyə də bilərik. Loqaritmanın əsası ilə bağlıdır. Loqaritmanın da aşağı əsası, yuxarı əsası həmişə müsbət olmalıdır, sıfırdan böyük olmalıdır və deməli sıfırdan böyük olmalıdır, bəli. Deməli, belə sıfırdan böyük götürməliydiniz uşaqlar. İzah elə buyur. Burada həqiqi kökü deyil də. Burada bunun içi, loqaritmanın içi sıfırdan böyük olmalıdır. Sonra diskriminant onda sıfırdan böyük oldu. Geri diskriminant tapacağıq. Ay, sağ ol. Yadınızdadır sehrli bu cümlə. Mən sizə deyirdim ki, həmişə istənilən həqiqi qiymətində deyəndə söhbət diskriminanta gedir. Diskriminantı nə götürürdük?
X-in istənilən Diskriminant həqiqi sıfırdan qiymətində. kiçik. Ay sağ ol. Uşaqlar, bu sehirli cümləni yadınızda saxlayın. Harası sehirdirsə daha. Deməli, bütün həqiqi qiymətlərində doğru olması üçün bunun diskriminantı mənfi olmalıdır. Söhbət də burada loqaritma ilə başlayıb deyə, mən bilirəm ki, loqaritmanın yuxarı əsası həmişə müsbət olur. Bunu üslü funksiyadan da öyrəndiniz də daha. Siz yəni loqaritmanın əsasını müsbət götürməlisiniz. Yəni x-in kvadratı çıxılsın 2m üstə gəl 4x üstə gəl m-in kvadratı üstə gəl 8. Bunu sıfırdan böyük götürməlisən ki, çünki yuxarı əsas həmişə böyük olur. Və ya bundan əlavə bu cümləni bilirsənsə Elvanə, bax bunu demişik. İstənilən həqiqi qiymətində doğru olması üçün diskriminantı sıfırdan kiçik olmalıdır. Gedirik diskriminantın canı üçün. Yəni b kvadrat çıxılsın 4ac-ni sıfırdan kiçik götürəsik. Uşaqlar, b x-in əmsalıdır. Yerinə yazırıq. Olur 2m üstə gəl 4-ün kvadratı. Çıxılsın 4ac. Nurcan, a budur, 1-dir. C'miz də burada durandır. Yəni m kvadrat üstə gəl 8-dir. İndi bunu hesablayırıq. Gedirik bunun canı üçün. Hesablayaq. Kvadratı açıram. Olur 4m kvadrat. Üstə gəl 16m. Üstə gəl 16. Mənfi 4-ü mötərəziyə vurub açıram. Minus 4m kvadrat minus 32. Kiçikdir sıfırdan. Bunlar islah gedir. 16m. 16-dan 32 çıxanda mənfi 16. Soldan sağa keçirsəm müsbət 16. Hər tərəfi də 16-ya bölsəm m kiçikdir 1-dən. Bitdi. M kiçikdir 1-dən. Bəs başqa bir şey var? Cavab Y bəndidir. Bəli. Qutardı. Başa düşdük? Aydındır? Bitdi. Bu qədər. Bunu silirəm. Uşaqlar, video dərsi var. Bir də izləyərsiniz. Gəlin bunlara da baxaq. Bir də buradakı sual silinib 38-ə də baxasıyıq. 41-i yaza bildiyin Zeynəb, bunu deyəsən soruşurdun. Yazmışam. Qəşəng, aferin sənə qoçaq. 41-i izah elə, buyur. Mən izah edeyim. Bəli. Burada Fx-ı, yəni burada deyib də elə o y-ə bərabərdir. Onu 4-ə bərabər eləyəcəkdik. Bu da olacaqdı m-in kvadratı çıxılsın 8m üstə gəlsin 19 bərabərdir 4-ə. Sonra buradan kökləri tapacaqdıq. 5 ilə 3 üfüq absitotda onlar deyilsə də burada da 5-i götürəcəkdik. Bir də video var, danışanda arayacaqlar ləhcə. Kopya ondan oldu ya, o yan yoxdur. 41'i yazan var aranızda başqa? Əminə yaza bilərsən? Əminə baxmamısan? Uşaqlar, mənim səsim gəlir. Bəli. Gəlir. Baxmamışam mənim. Yaxşı. Gəlin baxaq. Bizə deyir ki, bəs burada m parametrinin hansı ən böyük qiymətində bir dənə gözləyin. Bizə burada y-i 4 verib da elə birbaşa. Gəlin bunun y-ini 4-ə bərabər eləyək. Bir dənə bir şey bilin ki, baxın bu düz xəttdə x yoxdur. Onda gəlin bunun yalnız y hissəsi 4-dür. Bunu 4-ə bərabər eləyək. M-in kvadratı çıxılsın 8m üstə gəl 19. Yəni verib də qiyməti birbaşa bərabər elə 4. Buradan m kvadrat çıxılsın 8m. 4-ü soldan sağa keçirsən çıxılacaq, qalacaq 15. Bərabərdir 0-a. Daha sonra nə edəcəyik burada? Köklərimiz Köklərini tapa bilərik. 5-dir, bir də 3-dür. Ən böyüyünü soruşur deyə 5-i seçirsən. Yaxşı? Başa düşdük? Hardan bildin? Nəyi hardan bildik? Elvani, nəyi hardan bildik? Səsin gəlmir. Hardan bildik ki, orada digər bəli. Necə Elvani? Eşitmirəm səni qızım. Orada bildik ki, o üstə y-ə bərabər olur.
özü verib də, yəni sənə y-in qiymətini 4 verib 4-ə bərabər eləyirsən. Qutardı. Bəs 2 üstü x-i niyə götürmədik oradan? Quzusu, deməli, burada səndən m-in ən böyük qiymətini soruşur və sənə deyir ki, y bərabərdir 4 düz xətti bu funksiyanın üfüqi asimptotudur. Asimptot ümumiyyətlə nədir? Gəl o haqda danışaq balaca səninlə. Deməli. Mən buraxmışam ki, Bəli. Tamam, bunu silirəm. Deməli, daha sonra gəlin, son suallarınız qalıb onsuz da izah eləyə gedirsiniz. 44 nömrəli sual. Uşaqlar, sizə deyir ki, bəs bu üslü funksiya artandır. Artandısa, deməli bunun əsası 1-dən böyükdür. Yəni 2a çıxılsın 6 1-dən böyükdür, 2a böyükdür 7-dən, a da böyükdür 3,5-dən. Bəs deyir, a parametrinin hansı qiymətində bu üslü funksiya azalan olar? Bunun da azalan olması üçün nə olmalıdır? 0-la 1-in arasında olmalıdır da arqument. Elə deyil uşaqlar. Razısınız yoxsa yox? Azalan funksiya 0-la 1-in arasındadır da. 0-la 1-in arasında. Bunu həll eləməliyik biz. Bunu həll eləmək üçün nə edərik? İki tərəfli hesablayarıq. Bir dəfə deyək, a kvadrat çıxılsın 7a üstə gəl 13, kiçikdir 1-dən. Biri soldan sağa keçirdərəm çıxılar, a kvadrat çıxılsın 7a üstə gəl 12, kiçikdir 0-dan. Uşaqlar, köklər nədir? Nəyə vuranda 12 toplayanda 7 eləyər? 3 və 4. 3 ilə 4. Deməli, köklər 3 ilə 4-dür, 3 ilə 4. Müsbət, mənfi aralıq 3-4 arasıdır. Bir tərəfi tapdım 3 ilə 4 arası. 3 ilə 4 arası silirəm. Bir də 0-dan böyük götürmək lazımdır. Yəni a kvadrat çıxılsın 7a üstə gəl 13-ü 0-dan böyük götürsəm, diskriminanta getsəm, bunun diskriminantı mənfi verir. Yəni kökləri tapmaq vietlə görünmür deyə b kvadrat çıx 4ac deyəcəm. 49-dan da 4 vurulsun 13-ü çıxanda 52 eləyir. Yəni mənfi eləyir. Yəni bu o deməkdir ki, x-in istənilən qiymətində müsbətdir. Biz onsuz kökümüzü tapmışdıq 3 ilə 4 arasında. Bəs bizə indi deyir ki, a parametrinin hansı qiymətlərində bu üslü funksiya azalan olar? Elə biz 3 ilə 4 arası götürürük. Hansı qiymətlər? 3-4 arasıdır da, elə deyil. Cavabda da belə verilməyib, aralıq kimi verilib 3-4 arası. Bir dənə baxın. Ben 3,5 5 verilmişti. 3,5 ilə 5 verilmişdi. 4. 3,5 4. 3,5 ilə 4 verilib. Hə tapmışıq da. Yəni bir tərəfi tapmışıq 3 ilə 4 arasında. Baxın 3 ilə 4 arasında. 3 ilə 4 arasında. Bunu ştrixləyək. Amma əvvəldə də tapmışdıq 3,5-dən böyük olmalıdır axı. 3,5-dən böyük. Onda bunların kəsişməsi cavabdır da. Yəni 3,5 ilə 4 arası. Cavabımız 3,5 ilə 4 arasıdır. Tutursuz söhbəti. 2-dən cavab tapmışıq. Baxın, kəsişdirməliyik sondakı nəticəni görək. Anladıq? Bəli. Bildim. Nəsə aydın olmasa deyim bir də izah eləyib. Bunu silirəm. Mən bir şey çalışıyorum. Mən o Yasəməni yedim. Yazmam dilək tutmadım. Siz tutdunuz. Evet, mən tuttum. Bir də sınıyarsan. Yaxşı? Ha, yaxşı. Son 3 saat. Uşaqlar, siz tutdunuz, mən tutdunuz, mənə də deyil. Mən tutmuşdum. Ağzını deyər. Tutmuşuq, özümüzdə saxlamışıq. Lavaboda çatsa diyelim. hər tələbənin arzusunu. Bəli. Gələn vaxtı deyərəm. Gələn bu vaxtda deyir. Məndən soruşun, müəllim arzusu nə isə. Müəllim, arzunuz nədir həqiqətən?
Bu dəqiqə Maşın almaq. bu dəqiqə sənin 3 dənə bu sualını qurtarmaqdır. Gecənin bu vaxtı müəllimdən soruşur Arzu. Yaxşı. Maşın almağı tutsa, diləyiş düz tutsa, mənə sağ ol deyərsiniz. Yəni onsuz çıxacaq da. İnşallah qismət olsun. Allah nəsib eləsin hər birinizə. Deməli belə. Uşaqlar, indi gəlin baxaq 38 nömrəli suala. 38 nömrəli sualda görək nə deyir bizə. Deyir ki, A və B nöqtələri de qızım. Özel hayatınıza girmek istemiyorum. Sadece maşın alsanız ne maşın istiyorsunuz ama sevdiğiniz maşın olacak. 07 alacağım. Çox güzel seçimdir. Arasına koyub qoyarsınız. Qabağı Qiyas etsin. Yaxşı, Nurcan nə deyirdin? Benim Instagram'da beğendiği bir silesine sen BMW diye yəqin. BMW repost eləmişdim əldim. Ora, özür repostlara sağ olun sizi. Yaxşı. Deməli belə. Yaxşı da, yaxşı. Yaxşı manifest deyin. Amin deyin, hamınız amin deyin. Gecənin bu vaxtı amin deyin. Amin deyin. Amin deyin. Amin deyin. Mən də sizə amin deyəcəm. Amin, amin. Amin, amin, Ay, amin, amin. Hardasan? Amin kim idisə heç nə gecənin bu vaxtı qulaq çınladı. Amin, buradasan. Hı? Bəli. Amin, dualarımızı qəbul elə. Deməli belə. 38. Şəkildə A və B nöqtələri bu üslü funksiyanın qrafikinin koordinat oxları ilə kəsişmə nöqtələridir. AOB üçbucağının sahəsini soruşur. AOB üçbucağının sahəsini soruşur. Yaxşı, gəlin baxaq. Deməli, A və B nöqtələri üslü funksiyanın qrafikinin kəsişmə nöqtələridir. Uşaqlar, baxın, tutaq ki, B nöqtəsi. B nöqtəsinin x-i nədir? Belə suallar düşür ha. B nöqtəsinin x-i nədir? B nöqtəsinin. 0. Bax, bu B nöqtəsidir da. Görürsən ki, x-i 0-dır. Hə, 0. X-i 0-dır. Orada yazılan görünmür elə. Nə görünmür? Yazılan görünmür. Uşaqlar, görmürsünüz? Görünür. Hə, yaxşı. Bax, B nöqtəsi deyirəm ki, qızım. Uşaqlar, bir dənə bir şey deyim ki, bu sizin qabağınıza çox çıxacaq və hər il var. Funksiya hər hansısa bir nöqtəni kəsirsə, toxunursa, keçirsə, körpüdən görəndə salam verirsə, bu dərəcə. Yəni, həmin nöqtənin koordinatlarını mənimsəyir. Baxın, B nöqtəsinin x-i açıq-aşkardır ki, 0-dır. B nöqtəsinin x-i 0-dır. Bircə dəqiqə gözləyin. Getib, indi x-in yerinə 0 qoyacam, y-i tapacam. Deməli, uşaqlar, burada x-in yerinə 0 qoysaq, y bərabərdir. 2-nin qüvvətində 0 üstə gəl 3, çıxılsın 4. Yəni, 2-nin kubu 8, 8-dən 4 çıxanda 4 qalır. Yaxşı? Deməli, bu isə 4 cm-dir. Bu isə 4 cm-dir. Yəni, bu hündür, y-imiz 4 deyil. Bura bu qədər 4-dür. Daha sonra, deməli, indi A nöqtəsinə baxıram. A nöqtəsinin y-i nədir? 0. Bəli, burada y-i 0-a bərabər eləyirik, tamam mı? Bu olur 2-nin qüvvətində x plus 3 çıxılsın 4 bərabərdir 0-a. Əsmam eşidir idi. Biraz ərəbcə yazdım, neysə. Çıxılsın 4 bərabərdir 0. 4-ü soldan sağa keçirdirəm, qızım. 4-də 2-nin kvadratıdır da, bilirsiniz ki. Onda aşağılar getdi, yuxarılarda x üstə 3, 2, x bərabərdir -1. X -1 olsa belə, biz sizdən sahəni soruşur deyə, uşaqlar, buranı müsbət qəbul edəcəksiniz də. Yəni, ölçü vahidi olaraq uzunluq müsbət demişəm, mənfi götürsəz, gözünüzə girsin. Neysə, AB üçbucağının sayəsini soruşur. Bu da düzbucaqlı üçbucaqdır da. Katetlərin hasilinin yarısı. 2. Yaxşı, baxanda qorxurdunuz, amma heç neymiş. Əli yatma. Başa düşdü? Uşaqlar. Tamam. Bunu silirəm. Peki gidək mi? Yox, heç yerə getmirsən. Son suallar qalıb. Bu qədər dözmüsənsə, bunu da dözərsən.
Məncə bu 42-ni yazaq. Mən bu yoxlaşdırmam Birinci sinifdə olar. Bilə bilərsiniz onları mənim suallarım idi. Hə, o zaman. Yaxşı, gedin. Ev tapşırığı olaraq uşaqlar deməli, nəyə yazacaqsınız? Mən sizə sınaqlar göndərəcəm. Sınaqlar işləyin. Gələndə Sıla Qəhrəmanama keçəcəm.